Çok mühim olduğunu bu seçicinin hüquqi qanunvericilik bazasının, hüquqi bazasının təkmilləşdirilməsini, islahat aparılmasını vacib hesab edərək öz bir məsələdən ehtiyatlılığımı ifadə eləmək istəyirəm ki, bu bizi məsələnin siyasi tərəfindən yerə uzaqlaşdırmasın. Yəni, hörmətli burada indi bizim İctimai Palatanın Koordinasiya Şurası və iclasın sədri birdən-birə təklif elədi ki, İctimai Palatanın iştirakı ilə, onun moderatorluğu ilə məsələn siyasi partiyalarda bu işə girişsin. Mən yanlış hesab edirəm, daha çox siyasi partiyalar mənə gəlir ki, bu məsələnin siyasi tərəfi ilə məşğul olmalıdırlar və təşəkkür edirəm. Məsələnin mənim üçün mühüm saydığım bir-iki cəhətdən toxunub əyləşirəm, hörmətli sədr. Biz azad ədalətli seçkilik seçilməsi üçün məncə iki əsas şərt var. Ya gərək hakimiyyət bunda maraqlı olsun və yaxud da hakimiyyət buna məcbur olsun. Hakimiyyətin məcbur olması üçün azad ədalətli seçki üçün kütləvi demokratik xalq hərəkatı, müqavimət hərəkatı olmalıdır ki, hakimiyyət buna məcbur olsun. Yoxsa heç bir hakimiyyət öz xoşuna, xüsusən bizim hakimiyyət buna getməz. Mənim fikrimcə 2013 seçkiləri vəziyyət bir qədər dəyişir. Mənə elə gəlir ki, hakimiyyət özü də bu seçkilərin nisbətən ən azı psevdo-demokratik bir formada keçməsində maraqlı olmalıdır. Niyə maraqlı olmalıdır? Çünki biz bütün 93-cü ildən sonraki seçkiləri Azərbaycan müxalifətinin mütləq əksəriyyəti qeyri-legitim hesab edir və bu gün də həm mövcud parlamenti və həm də demək mövcud prezidentin hakimiyyəti legitim sayılır. Hakimiyyət bu məsələyə uzun müddət etinadsızlıq nümayiş etdirməyə çalışıbdır. Amma nəzərə alsaq ki, 2013-cü ildə İlham Əliyevin 3-cü dəfə artıq namizədlik məsələsi sadə bir məsələ deyildir və olmayacaqdır. Konstitusiyanın dırnaqarası referendum vasitəsilə dəyişdirilməsinə baxmayaraq, Azərbaycanda sülalə hakimiyyəti məsələsi istər daxili ictimai rəy, istər beynəlxalq ictimai rəy məsələsində ciddi bir şəkildə gündəmdədir. Mənim fikrimcə, iqtidarın özünün daxilində də bu seçkilərin demokratik keçildiyi ən azı bir demək görkəmini yaratmaq üçün müəyyən addımlara getməsini demək gözləmək demək mümkündür. Ona görə də indidən təklif edirəm ki, Azərbaycanın siyasi qüvvələri və vətəndaş cəmiyyət təşkilatları heç bir halda bu məsələdə siyasi partilərin çərçivəsi ilə məhdudlaşdırıla bilməz. Bütün dünya, istər beynəlxalq demokratik təşkilatlar, istərsə də demək ayrı-ayrı dövlətlərin, demokratik dövlətlərin nümayəndələrinin çıxışlarında əməkdaşlıq birbaşa vətəndaş cəmiyyəti ilə edilməsi məsələsi vurğulanır. Əməkdaşlığın bu avtoritar rejimlərdə vətəndaş cəmiyyət təşkilatları ilə aparılmasına üstünlük verilir. O baxımdan da vətəndaş cəmiyyət təşkilatları da bu məsələdə öz mövqeyini ifadə eləməlidir və elan olunmalıdır, bəyan olunmalıdır ki, 2013-cü il seçkiləri də əgər bu hüquqi bazə ilə keçiriləcəksə və başlıcası bu seçki komissiyaları tərəfindən keçiriləcəksə, orada hakimiyyətin qələbə çalacağı, istənilən namizədin hakimiyyətinin legitimliyi tanınmayacaq.